Üzvlərin qazancını sizinlə danışdıqdan sonra keçirik biznes qazancına. Biznes qazancında siz nələr əldə edəcəksiniz? Gördünüz ki, üzvün qazancı necə genişdir, şaxəlidir. Üzvlər necə çalışaraq böyük qazanclar əldə edə bilərlər. Bunun şahidi oldunuz və ən əsas da şirkətin üzvlərə verdiyi üstünlükləri, özəlliklərlə tanış oldunuz. Biznes partnyoru isə şirkətin verdiyi bütün imkanlardan faydalana bilir. Bütün qazanclardan, bütün gəlirlərdən faydalana bilir. Və bu qazanclar nədir? Bugün sizinlə bunu danışacağıq. İlk olaraq biznes partnyor üzvdən fərqli olaraq hər dəfə 23% dərhal endirim əldə edə bilir kabinetindən. İkinci plus proqramı əldə edir. Bu nədir? Plus proqramını burada sizə izah etmişəm. Baxın, siz şəxsi 75 bonus bal özünüz təşkil edirsiniz və 75 bonus baldan əlavə digər 250 bonus balı tamamlayacaq bonus balı isə birinci dərəcəli üzvlərinizlə təşkil edirsiniz. Misal üçün burada nümunə çəkmişəm. 50 bonus bal və 75 bonus bal. Ümumi 250 bonus bal tamamladıqda siz biznes partnyoru olaraq qoşulursunuz plus proqramına. Plus proqramı nədir? Bu proqramda siz ümumi 250 bonus balın həm 10% kəşfekini, həm də 10% tövsiyə qazancını əldə edirsiniz. Yəni, həm öz dövriyyənizin, həm də birinci dərəcəli üzvlərinizin dövriyyəsinin 10% kəşfekini və 10% tövsiyə endirimini əldə edirsiniz. Bu da hardasa minimum 70 manat edir və bu sizin dövriyyələrdən, partnyorların dövriyyəsindən asılı olaraq dəyişir. 80, 100 və daha çox ola bilir. Bu plus proqramının şərtləri və növbəti sizə izah etmək istəyirəm. Komanda bonusu. Komanda bonusu nədir? Deməli, şirkət bizə marketinq plan üzrə bəzi addımlar verir. Hansı ki biz bu addımları keçdikcə qazanclar əldə edirik və hər addımı keçdikcə bizim qazancımız artır. 3% üçün 150 bonus bal, 6% üçün 450 və bu şəkildə gördüyünüz kimi qeyd etmişəm. Sonda 23% üçün 7500 bonus bal biz təşkil edirik. Və bunu özümüz tək yox, komandamızla birlikdə edirik. Nümunə olaraq burada çəkmişəm. Özümüz şəxsi 75 bonus bal edirik. Bu şirkətin şərtidir. Və birinci dərəcəli üzvümüz 75 bonus bal elədi, digər biri 75 bonus bal elədi və gördüyünüz kimi komanda olaraq biz 225 bonus balı tamamladıq. Gördünüz, tək özümüz 75 bonus bal eləmişdik, amma ümumi 225 bonus bal biz komandamızla topladıq və 3% brend partnyor olduq. Və bu şəkildə davam edir. Bu partnyorlarımızın da dəvətləri olur və bu şəkildə dərinlikdə ümumi dövriyyə qazancı ilə biz rütbələri, biz bu karyeraları tamamlayırıq. Və burada qeyd etmişəm sizə, istəyirəm buna yaxından baxasınız. Bizim kabinetimizdə 23% endirim var. Və biz partnyorlarımızı dəvət edirik. Bu hər kəsin birinci xəttidir. Biz dərinliyə qeydiyyat etsək belə, misal üçün deyirəm, ilk bu partnyoru qeydiyyat elədik, daha sonra qeydiyyatımız var, bura elədik, daha sonra var, bura elədik və bu partnyorumuzun da qeydiyyatı olanda dərinliyə düşdü və bu şəkildə qollar quruldu. Və düşünün ki, hal-hazırda Oriflame şirkətində olan möhtəşəm üstü yenilik sayəsində bu partnyor dövriyyə etdikdə, misal üçün deyirəm 100 manatlıq dövriyyə etdikdə bu partnyor 10 manat qazanır. Söhbət üzvlərdən gedir. Brend partnyora çevrildikdə bunlar da yenə 23% endirim əldə edəcəklər. Baxın, hal-hazırda bunlar qeydiyyat eləmişik, üzvdülər və bu insan 100 manatlıq dövriyyə elədi, bu insan da 10 manat qazanır. Bu insan 5 manatlıq dövriyyə elədi, 10% nədir? 5 manat da bu insan qazanır. Bu insan 70 manatlıq dövriyyə elədi, bu insan da 7 manat qazanır. Çox möhtəşəm bir yenilikdir bu. Və düşünün ki, bu insan 7 manat qazanıb, o dövriyyə etsə də, etməsə də, o 7 manatı öz pulqabısında, kabinetində görür. Bu sadəcə olaraq möhtəşəmdir. Bu hər kəsin Oriflame olan marağını artıracaq. Bu hər kəsin kiçik də olsa qazancları görməsinə vasitəçi olacaq. Və biz bir qolumuzda komandamızla birlikdə 4500 bonus bal, növbəti qolumuzda komandamızla birlikdə 3000 bonus bal biz yaratdıqda baş menecer rütbəsini açırıq. Bayaqda qeyd etdiyim kimi ümumi 7500 bonus bal olduqda və 600 manatdan yuxarı qazanc əldə edirik. Bu sadəcə olaraq möhtəşəmdir. Və növbəti sizə bildirmək istədiyim brend partnyorlar üçün dollar mükafatları əldə edirik şirkətdən. Hər karyeraya görə, direktora görə 1000 dollar, baş direktora görə 1500 dollar, qızıl direktora görə 2000 dollar, baş qızıl direktora görə 3000 dollar, safir direktora görə 4000 dollar və brilliant direktora görə 6000 dollar. Bu 1 milyon dollara qədər davam edir. Mən sadəcə olaraq sizinlə 6 rütbənin mükafatlarını bölüşmüşəm. Bu mükafatları əldə etmək üçün sadəcə və sadəcə direktor, baş direktor və qızıl direktorda biz 2 qolla işləyirik. 2 qolla siz 3500 dollar mükafat götürə bilirsiniz. Bu da hardasa 7000 manata yaxın pul deməkdir. 2 qolla bu qədər qazanc həqiqətən də möhtəşəmdir. Bu qədər çox premiyanı verən ikinci bir şirkət yoxdur. Bax, Oriflame şirkətinin ən böyük üstün özəlliklərindən biri belə böyük qazanclar verməsidir. Daha sonra burada qeyd etmişəm menecerlər sammiti, qızıl konfrans və direktorlar ziyafəti. Biz direktor olduqdan sonra ildə bir dəfə möhtəşəm şəkildə, üst səviyyədə və özünüzü Hollywood ulduzları kimi hiss edəcəyiniz bir ziyafətə qatılırsınız. Bu direktorlar ziyafətidir. Bir dəfə yaxtıda qatılmışdıq bu ziyafətə. Məşhur müğənnilər gəlmişdi. Yəni oradakı abu-hava, oradakı atmosfer həqiqətən də bambaşqadır. Bunu sözlə ifadə etmək çox çətindir. İnşallah arzulayıram ki, bir dəfə də olsun və daimi şəkildə inşallah direktorlar ziyafətinə qatılasınız. Daha sonra menecerlər sammiti 12-15%-dən etibarən siz çox rahat şəkildə asan şərtlərlə mənim menecerlərim qazanıb bu səyahətlərdə iştirak ediblər. Çox asan, sadə şərtlərdə menecerlər sammitini qazanacaq. Dünyanın ölkələrinə, xarici ölkələrə səyahət edə biləcəksiniz. Tamamilə pulsuz şəkildə, heç bir ödəniş etmədən Oriflame sayəsində dünyanı gəzəcəksiniz. Və qızıl konfrans, bu da menecerlər sammitinin bir üst səviyyəsidir. Yenə çox möhtəşəm ölkələrdə, Taylandda, Dubayda, Parisdə, dünyanın gözəl, eksotik ölkələrində səyahət etmək şansını Oriflame ilə qazanacaqsınız. Oriflame sizə çox böyük imkanlar verir, qazanclar verir və bu qazancları əldə etmək üçün sadəcə özünüzə inanın, gücünüzə inanın və davamlı şəkildə işinizin başında olun. Bu çox önəmlidir. Baxın, o insanlar qazanır ki, onların özlərinə inamı var, işlərinə inamı var və daim işlərinin başındadırlar. Davamlı şəkildə öz işlərini icra edirlər.